Salam dəyərli izləyicilər. Sınağımızdakı suallara baxaq. Sxemə əsasən anlayışı müəyyən edin. Məkana dair coğrafi informasiya əldə edilir. Sonra informasiyalar təhlil edilir. Daha sonra isə informasiya əsasında xəritələr tərtib olunur. Bu kartoqrafik modelləşdirmənin addımlarıdır. Daha sonra 32-ci sualda xəritədə iki məntəqə arasındakı yolun uzunluğu 15 santimetrdir. Bu xəritədəki məsafəmiz. Daha sonra xəritənin xətti miqyasına əsasən bu yolun həqiqi uzunluğunu hesablayın. Biz xətti miqyası ilk addımdan kəmiyyəti müəyyən edə bilirik. Yəni 20 və sonda ölçü vahidi kilometr. Demək ki 1 santimetrə 20 kilometr düşür. 15 santimetrə nə qədər düşər? X kilometr. X'i də burada tapmaq üçün 15'i 20'ye vururam. 300 kilometr. Variant olaraq D variantı. Növbəti sualımız 33-cü sualdır. Filadelfiya 40 şimal 75 qərb uzunluğu, Bakı 40 şimal 50 şərq uzunluğu şəhərlər arasındakı müvafiq olaraq hər iki istiqamətdə uçan təyyarələrin hərəkət etdikləri azimutları və şəhərlər arasındakı məsafəni müəyyən edin. Biz baxırıq ki, bu iki şəhər hər ikisi eyni enlikdədir. Yəni 40 dərəcə şimal enliyi. Və burada Filadelfiya 75 qərb uzunluğunda, F hərfi qeyd edək. Bakı isə 50 şərq uzunluğunda. Bu da Bakı olsun. Və ilk öncə nə soruşur? Hər iki istiqamətdə uçan təyyarələrin hərəkət etdikləri azimutlar. Yəni birinci Filadelfiyadan Bakıya uçan təyyarənin azimutu bu istiqamətdə uçacaq və bu 90 dərəcədir. Daha sonra Bakıdan Filadelfiyaya uçan təyyarənin azimutu 270 dərəcə. Qərb istiqamətidir, 270 dərəcə. Buradan artıq variantımız bəllidir. Amma davam edək. Və şəhərlər arasındakı məsafəni deyir ki, müəyyən edin. Şəhərlər arasındakı məsafəni müəyyən etmək üçün eyni paralel üzərindədir bu iki şəhər və uzunluqları fərqlidir. Biri qərb, biri şərq olduqda biz dedik ki, 75 dərəcə ilə 50 dərəcəni toplamalıyıq. Bu da edir 125 dərəcə. 125'i də vururuq 40 dərəcəli paralelin 1 dərəcəsinin qiymətinə. Yəni 85,4'ə. Cavabımız isə 10.675 edər. Bitti Y variantı. – 34-cü suala baxaq. Uyğunluğu müəyyən edin. İnsanın yaratdığı obyektlər və təbii obyektlər. Burada baxsaq, bir insanın yaratdığı obyektlərə aiddir. Məsələn, bunu belə qeyd edək. A. 2 meyvə bağıdır. Bu da insanların yaratdığı obyektlərdir. Yollar həmçinin insanların yaratdığı obyektlərdir. Çay təbii obyektdir. Bataqlıq təbii obyektdir. Körpülər insanların yaratdığı obyektlərdir. Çəmənliklər təbii obyektlərdir. Kolluqlar təbii obyektlərdir. Və variantımızı seçək. Demək, A-ya götürdük. 1, 2, 3, 7. 1, 2, 3, 7. B-yə də digərlərini. Növbəti sualımız. Azərbaycanın bir bölünsün 2.400.000 miqyaslı kənd təsərrüfat xəritəsi məzmununa miqyasına görə hansı qrupa aiddir? Hansı təsvir üsulundan istifadə olunub? İlk öncə miqyasa baxsaq, 2.400.000 miqyaslı xəritədir və bu miqyasına görə kiçik miqyaslı. Çünki 1 milyondan daha kiçik olanları biz götürürdük kiçik miqyaslı.
Miqyas olacaq kiçik miqyaslı, orta miqyaslı getdi, böyük miqyaslı getdi, orta getdi, qaldıq 2 dənənin arasında. Və baxırıq, tematik. Kənd təsərrüfatı bir mövzu üzrə təyin olunmuş xəritə olduğundan, bəli, bu tematik xəritədir və hər iki variant hələ ki uyğun gəlir. Qaldı təsvir üsuluna. Artıq buradan biz təsvir üsullarını bir xatırlasaq, bilərik ki, kənd təsərrüfatında əsasən hər hansı bir kənd təsərrüfatı məhsulunun və ya göstəricisinin yayılmasından istifadə olunduğu üçün bu da ən gözəl təsvir edən üsul areal üsuludur. Ona görə variantımız C variantı olacaq. 36-cı sual. A məntəqəsindən əvvəl 180 azimutla 2220 km. A məntəqəsinin yerinə baxaq. Sxemimizdə A məntəqəsi bu nöqtədədir və bura 60 dərəcə şimal enliyidir. 60 şimal enliyindən 2220 km 180 azimutla hərəkət etməliyik. 2220 km biz meridian üzərində hərəkət etdiyimizdən, yəni cənuba doğru gələcəyik meridian üzrə. Ona görə onu meridianın 1 dərəcəsinin qiymətinə 111-ə bölürük. Edir 20 dərəcə. 20 dərəcə. Yəni 60 şimal enliyindən 20 dərəcə cənuba gəlməliyik. Bu da olacaq 40 dərəcə şimal enliyi. Bax, hal-hazırda buradayıq. Daha sonra isə 90 dərəcə azimutla 5124 km gedəcəyik. Demək, 40 dərəcə şimal enliyinin üzərindəyik və 90 azimutla bu istiqamətdə getməliyik. 5124 km. 5124 km-i biz 40 dərəcə paralelin üzəri ilə getdiyimizdən onun 1 dərəcəsinin qiymətinə bölürük. 85,4-ə. Bu da edir 60 dərəcə. Yəni, haradaydıq? Belə deyək, məntəqəmiz 40 ilə 80-in arasında idi. 40 ilə 80-in arasında. Yəni, neçədə? 20-20 artdığı, daha doğrusu 40-40 artdığı üçün hər aradakı meridian da 20-20 artacaq. Yəni, bura olacaqdır 60 dərəcə şərq uzunluğu. Bu cür idi və biz bundan 60 dərəcədə hara getməliyik? 90 azimutla, yəni şərqə getməliyik. 60-ın üstünə 60 gəlirik, gəlir düşür, baxın 120-yə. 120-yə. Yəni, məntəqəmiz buradadır. İndi bunun koordinatlarını istəyir. 40 dərəcə oldu şimal enliyi. 120 dərəcə şərq uzunluğu. Variantımız da B variantı. Digər suala baxaq. 37-ci sualda dağın ətəyindən keçən horizontalın dəniz sahilində yerləşdiyini nəzərə alaraq. Yəni, bu dağın ətəyi 0 metr hündürlükdə yerləşir deməkdir. A nöqtəsi ilə zirvə arasında hündürlük fərqini tapın. Zirvə artıq bəllidir. A nöqtəsini isə biz tapmalıyıq. Demək, buradan biz A nöqtəsinin hündürlüyünü müəyyən etməkdən ötürü bizə kəsmə yüksəkliyi lazımdır. İlk öncə müəyyən etməli olduğumuz kəsmə yüksəkliyidir. Kəsmə yüksəkliyi tapmaq üçün bizdə kənar horizontalın hündürlüyü və üçüncü horizontalın hündürlüyü qeyd olunubdur. Bunlar arasındakı fərqi tapıram, edir 1200 metr və onlar arasında olan boşluqların sayına bölürük. Yəni 1, 2 boşluğa. Bölürük 2-yə, edir 600 metr. Bu bizim oldu kəsmə yüksəkliyimiz. Və demək, 1200-dən sonra A-ya qədər bir boşluq var. Demək ki, 1200-dən sonra daha bir 600 metr də artacaq. Yəni, A nöqtəsi olacaq 1800 metrdə. Bizə zirvə ilə bu A nöqtəsinin hündürlüyü arasındakı fərqi istədiyindən, o zaman 2720-dən 1800-ü çıxırıq. 920 metr olacaq. Cavabımız D variantı. Otuz 8-ci sual. Ozan Bezi çayının Nyasa gölünü tədqiq etmiş, Viktoriya şəlaləsini kəşf etmişdi. Rahat bir tapşırıqdır əslində. Bu, Afrika materikində səyahətdə olmuş Livingstonun tədqiq etdiyi, kəşf etdiyi ərazilərdir. 39-cu sual. Əvvəlcə 45, sonra isə 315 dərəcə azimutla
Eyni məsafə qət edən ekspedisiya üzvləri. Gəlin çəkərək davam edək. Bir nöqtə müəyyən edirik, hər hansı bir nöqtə, başlanğıc nöqtəsi. Buradan 45 dərəcə azimutla, 45 dərəcə şimal-şərq istiqamətidir. Daha sonra isə 315 dərəcə azimutla, bu isə şimal-qərb istiqamətidir. Eyni qədər məsafə qət edibdir ekspedisiya üzvləri. Başlanğıc məntəqəyə hansı azimut və istiqamətlə qayıtmalıdırlar? Bizim başlanğıc məntəqəmiz bu. Son məntəqəmiz isə buradır. Demək ki, buradan bura qayıtmalıyıq. Bu istiqamət olacaq 180 dərəcə. Aşağıya doğru gəlmişik və cənub. C variantı. 40-cı suala baxaq. Doğru ifadələri müəyyən edin. Doğruları seçəcəyik. 1. Ekvator çevrəsinin uzunluğu 40.076 kilometrdir. Bu doğrudur. Yer səthinin ümumi sahəsi 149 milyon kvadrat kilometrdir. Xeyr, bu yalnız quru sahəsidir. Yerin xəyali oxunun yer səthi ilə kəsişmə nöqtələri qütb adlanır. Yerin xəyali oxu dedik ki, yer səthi ilə kəsişmə nöqtələri, bəli, qütblər adlanır. Bu üçüncü də doğru olacaq. Daha sonra yer səthindən keçməklə qütbləri birləşdirən ən qısa xətlərin uzunluğu 20.000 kilometrdir. Bu meridianları nəzərdə tutur. Qütbləri birləşdirən bilirik ki, meridianlardır. Və bunların uzunluqları bir-birinə bərabərdir. Hər biri də 20.000 kilometrdir. Bu da doğrudur. Yerin kürəliyini praktik olaraq, yəni əyani olaraq Aristotel sübut etmişdir. Xeyr, bu Magellan idi. Aristotel elmi cəhətdən ay tutulmasına əsasən belə deyək sübut etmişdir. Yerin qütb radiusunun uzunluğu 12.756 kilometrdir. Xeyr, bu yerin radiusunun uzunluğudur. Yerin diametrinin, üzr istəyirəm, yerin diametrinin uzunluğudur. Ona görə bu da yanlışdır. Doğru cavabımız oldu 1, 3 və 4. 1, 3, 4. A variantı. 41-ci suala baxaq. Topografik planda B və C nöqtələrinin hündürlüyü fərqi 75 metr olarsa, A nöqtəsinin hündürlüyünü təyin edin. Baxaq görək, bunlar demək, ilk öncə diqqətimizi çəkən dəniz olmalıdır və buradan bir çayın axdığı olmalıdır. Dənizə doğru bir çay axır. Və bu o deməkdir ki, artıq bu horizontal ilə çaya görə və yaxud dənizə görə bu horizontalın hündürlüyü eynidir. Yəni mən həm C nöqtəsini, həm A nöqtəsini, həm B nöqtəsini eyni sxem üzərinə, yəni eyni bir relyef üzərinə köçürə bilərəm. Çünki onların kəsmə yüksəklikləri bərabər olacaq. Məsələn, B yerləşir 1, 2, 3, 4-cü horizontalda. Gəlin bu B-ni keçirək bu tərəfə. 1, 2, 3, 4-cü horizontalda. Mən bura rahatlıqla B-ni köçürə bilərəm. İndi nə deyir bizə? B və C arasında hündürlük fərqini veribdir. B ilə C-nin arasında baxaq neçə ara var? 2, 3. Demək B ilə C-nin arası 75 metrdirsə, buna əsasən kəsmə yüksəkliyi müəyyən etsəm, 75-i bölürəm həmin o 3 araya və edər 25 metr. Bu bizim kəsmə yüksəkliyimiz. Bu zaman A nöqtəsinin hündürlüyünü müəyyən etmək artıq çox rahatdır. B-dən sonra A-ya qədər bir boşluğumuz daha var. Yəni 25 metr daha yüksələcək. Bu zaman 75-in üzərinə də demək və bu zaman demək dənizdən başlayaraq A məntəqəsinə qədər nə qədər ara olduğuna diqqət etməliyik. 1, 2, 3, 4, 5 və 5-i kəsmə yüksəkliyə vururuq. 5 vurulsun 25 bərabər 125 metr olacaq. Yəni A məntəqəsinin hündürlüyü 125 metrdir. Verilən əlamətlərə əsasən planeti müəyyən edin. Günəşdən məsafəsi 1,52 AV-dir, astronomik vahiddir. Qonşu planetlər arasında asteroid qurşağı yerləşir və bərk maddələrdən, metallardan ibarətdir. Artıq buradan bilinir ki, bu Mars planetidir. Həm astronomik vahid göstəricisindən, həm qonşu planetlər arasında asteroid qurşağı olan budur və həmçinin də eyni zamanda daxili planetdir ki, bərk maddələrdən və metallardan təşkil olunmuşdur. Bu Mars planetidir. Növbəti suala baxaq.
Uyğunluğu müəyyən edin. Fiziki coğrafiya, iqtisadi coğrafiya, biocoğrafiya aiddir 1-ə. Ərazinin planlaşdırılması. Daha sonra yer şünaslığı rahat bir şəkildə götürə bilərik fiziki coğrafiyaya. Məsələn, burada turizmlə tibbi coğrafiya aiddir iqtisadi coğrafiyaya. Siz bilirdik ki, coğrafi informasiya sistemləri hər ikisinə aiddir. Və diqqətimizi çəkən bir məqam var ki, burada ərazi planlaşdırılması əslində kitablarda verilir iqtisadi sosial coğrafiyaya. Amma burada variant olaraq demək hər ikisinə aid edilmişdir. Çox güman ki, bir dəqiqə baxım mən. Demək 1-ə AC, 2-yə YF, AC, YF, A variantı uyğun gəlir. 3-ə B-dir. 3-ə D-ni biz vermişik. B-ni də bəli, ərazi planlaşdırılmasını götürüblər. Demək, hər ikisinin sahəsi olaraq. Əslində amma landşaftsşünaslıq olaraq biz fiziki coğrafiyaya, ərazi planlaşdırılması olaraq isə iqtisadi coğrafiyaya götürürük. Amma test tapşırığına əsasən ən uyğun variant A variantıdır. Demək, 44-cü sual. Uzunluğu 32 kilometr olan Zəngəzur dəhlizi xəritədə 6,4 santimetrə bərabərdir. Demək, bizə həqiqi məsafədə verilib. Bir də xəritədəki məsafə verilmişdir. Bizə nə istəyir? Sahəsi 32 kvadrat santimetr olan Qubadlı rayonunun həqiqi sahəsini hesablayın. İlk öncə bu sahəni hesablamaqdan ötürü mənə miqyasın kəmiyyəti lazımdır. Miqyasın kəmiyyətini tapmaqdan ötürü həqiqi məsafəni xəritədəki məsafəyə bölməliyəm. Yəni, düsturumuza əsasən idi. Miqyas bərabər idi. 32 bölünsün 6,4. Buradan miqyasın kəmiyyətini tapaq. Cavab 5 edər. Və biz miqyasın kəmiyyətini tapdıq artıq və buna əsasən də demək, Qubadlı rayonunun həqiqi sahəsini hesablamalıyıq. Biz sahə hesablayırıq. Bunun üçün də miqyasın kəmiyyətini mütləq kvadrata yüksəltmək lazımdır. Yəni, 5-in kvadratı ilə işləyəcəyik. Bu zaman nə edirik? Xəritədəki sahəni, yəni 32 kvadrat santimetri vurmalıyam 5-in kvadratına. 5-in kvadratına. Yəni 32 vur 25. Bu da edir 800. Variantımız Y variantı. Növbəti sualımıza baxaq. Bunu təmizləyim. Miqyası 1 bölünmüş 30 milyon olan xəritədə AB məntəqələr arasında məsafə 13 santimetrdir. AB arasındakı məsafə 13 santimetrdir. Xəritədəki məsafə. Məntəqələr arasında məsafənin neçə kilometr təhrif olunduğunu hesablamaq lazımdır. AB məntəqələri eyni meridian üzərindədir. Eyni meridian üzərindədir. Və bunlar arasındakı dərəcə biri 20 şimal, biri 20 cənub enliyi olmaqla ümumi toplam edir 40 dərəcə. Yəni AB bərabərdir 40 dərəcəyə. 40 dərəcə isə 1 dərəcə meridian qövsü uzunluğu 111,1 kilometrdir və məsələdə də bu qeyd olunub. Buna əsasən də AB məsafəsini kilometrlə hesablayırıq. Yəni AB bərabərdir 40-ı vururuq 111,1-ə. Bu da edir 4444 kilometr. Bu bizim belə deyək ki, meridian üzrə olan məsafəmiz. Bunu yadda saxlayırıq və bir də miqyasa əsasən bu məsafəni hesablayırıq və miqyasımızın kəmiyyətini birinci müəyyən edək. 5 sıfırı silirik və qalır 1 santimetrə 300. 1 santimetr bərabərdir 300 kilometrə. Xəritədə bu məsafə AB məsafəsi qeyd olunmuşdur ki, 13 santimetrdir. 13 santimetr.
Demək 13'ü 300'ə vurmaq lazımdır. Bu da edir 3900 kilometr. Və biz bilirdik ki, xəritədə olan məsafələr təhrifli ola bilər. Amma meridianlar paralellər üzrə məsafə hesablayanda adətən bunu daha dəqiq götürürük. Ona görə bunlar arasındakı fərq bizə neçə kilometr təhrif olunduğunu ortaya çıxaracaq. Yəni 4444-dən 3900'ü çıxıram. ...544 kilometredir. C variantı. Növbəti sualımıza diqqət yetirək. Demək, coğrafi koordinatları 26 şimal enliyi, 42 şərq uzunluğu olan məntəqə hansı sahədə yerləşər? Rahat bir sualdır. 26 şimal enliyi deyirsə, artıq biz 20-30 arasından götürməliyik. Deməli, bu 1 və 2-ci məntəqə deyil. Ya 3'dür, ya da 4'dür və yaxud da hər ikisi də ola bilər. Və 42 şərq uzunluğunda, 42 şərq uzunluğu 30 ilə 45'in arasında yerləşə bilər. Ona görə 45 ilə 60'ın arasındakı məntəqənin üstündən xətt çəkirik. Burada qaldı yalnız 3. C variantı. Yerə ən yaxın səma cismidir. Yerə ən yaxın səma cismi biz bilirik ki, yer ilə məsafəsi 384.000 kilometr olan aydır. Fiziki xəritələrdə eyni dərinliyə malik olan nöqtələri birləşdirən əyri xəttlər nə adlanır? Bu izobatdır. Eyni dərinlik. Burada izohips eyni mütləq hündürlükdür. İzobar eyni təzyiq sahəsidir. İzoterim eyni temperaturdur. İzoseyst isə eyni seysmikliyə malik olan ərazilərdir. 49-cu suala diqqət yetirək. Qərb istiqamətində Asiyaya, Hindistana dəniz yolunun axtarışı coğrafiya elminin hansı inkişaf mərhələsində baş vermişdir? Ümumiyyətlə, Hindistana dəniz yolunun axtarışı əsasən böyük coğrafi kəşflər dövründə baş vermiş prosesdir ki, bunu başlatdı Christopher Kolumb, sonra demək Amerigo Vespucci başlamışdı bu axtarış son gedənlərdən biri idi. Sonra demək Vasco da Gama getmişdi. Daha sonra Magellan getmişdi. Yəni bunların hamısı məqsədi əslində Hindistana dəniz yolunun axtarışı idi. Amma qərb istiqamətində, sırf qərb istiqamətində biz bilirik ki, İspanlar qərb istiqamətində, Portuqallar isə şərq istiqamətində Hindistana dəniz yolu axtarırdılar. Və qərb istiqamətində gedənlər olmuşdu. Əsasən İspanlar, bu da Christopher Kolumb və əsasən Magellan adı çəkilir. Bu da hər ikisi böyük coğrafi kəşflər dövrünə təsadüf etmişdir. Növbəti sualımıza baxaq. A nöqtəsinin B-dən 1,5 dəfə çox hündürlüyə malik olduğu sxemi müəyyən edin. Kəsmə yüksəkliyi 5 metrdir. Bu tür test tapşırıqları DİM-də kifayət qədər var. Və baxaq, A B-dən hündür olmalıdır. Birinci sxemə əsasən bu təpədir. Təpədə aşağı horizontal daha alçaqda yerləşir. Yəni burada A daha alçaqdadır, nəinki B. Deməli, A variantımız səhvdir. Burada A deməli çökəyin kənarındadır. Bəli, B bura yəni daha hündürdür. Bu doğrudur. B isə daha dərində yerləşir. Görək ödəyirmi? Demək A 45-dir. A 45-dir. Və kəsmə yüksəkliyi 5 metrdir. O zaman demək bura 40, 35, 30 olacaq. B olacaq 30. 30 metr. Və 45-i 30-a böləndə bəli 1,5-i ödəyir. Yəni 1,5 dəfə bunlar bir-birindən fərqlidir. B variantı artıq doğru variantımızdır. Digərlərinə də baxaq. A burada yenə təpədir. Təpənin ətəyindədir deyə hündür olmayacaq. B daha hündürdür. C variantı silirik. Burada da eyni hadisə, eyni təkrarlanıbdır. A təpənin kənarındadır, ətəyindədir daha doğrusu. Kənar horizontaldadır. Ona görə burada da A alçaqda yerləşəcək. Y variantında isə A 45-dədir, amma B-nin görək hündürlüyü nə qədərdir? Bura olacaq 40, B olacaq 35. Yəni B 35-dir burada. Və 45-i 35-ə
böldükdə 1,5 etmir. Ona görə şərtimizi ödəmir. Yəni bunu lap 5-ə ixtisar aparsaq 9, 7 bu şəkildə onu da bölsək 1,5 etməyəcək. Ona görə doğru variantı ödəmir. Yəni şərti ödəmir. Burada yalnız doğru variant olacaq B variantı. 51-ə baxaq. Müasir informasiya texnologiyaları vasitəsilə məlumatların toplanması, rəqəmsal xəritələrin tərtib olunması metodudur. Bu bilirik ki, CIS-dir. Çünki müasir informasiya texnologiyaları vasitəsilə tərtib olunan rəqəmsal xəritələr CIS-də tərtib olunur. 52-ci suala baxaq. Bir qədər balacalaşdırım. Aha. Demək, coğrafiyanın sahələri və öyrəndiyi obyektlər. Birinci rekreasiya coğrafiyası. Rekreasiya coğrafiyası biz bilirik ki, turizmlə bağlı bir sahədir. Yəni insanların turizm ehtiyatları və onların istifadəsi yollarını öyrənir. Burada uyğun variant 1-ə olacaq 5. 1-ə 5. Demək, 1-ə 5 götürəcəyik. Şəhər və landşaft planlaşdırılması. Burada uyğun variant yaşayış və təsərrüfat sahələrinin, təsərrüfat yerlərinin səmərəli qurulmasıdır. Yəni 3 olacaq. Üçüncüdə ekoloji coğrafiya. Ekoloji coğrafiya ətraf mühitdə belə deyək, təbii obyektlər, təbii proseslərin, təbii hadisələrin tarazlığını bu şəkildə öyrənən bir sahədir və ətraf mühitdə yaranan problemlər və onların həlli yollarında bəli, ekoloji coğrafiya öyrənir. Yəni 1 burada verilənlərdən ekoloji coğrafiyaya daha uyğundur. Və 1-ə 5, 5, 3, 1. 5, 3, 1. Y variantı uyğun gəlir. Açıq tipli test tapşırıqlarından 53-cü suala baxırıq. Şəkildə göstərilmiş proyeksiyaya aid olan əlamətləri seçin. Şəkildə verilmiş proyeksiya silindrik proyeksiyadır. Silindrik proyeksiyadır və buna uyğun olaraq variantları seçirik. Paralel və meridianlar düzbucaq altında kəsişən düz xətlərdir. Bəli, bu artıq şəkillərdən də görünür. Həm də bu haqda artıq proyeksiyalar mövzusunu bilən şagirdlərin məlumatı var ki, silindrik proyeksiyada paralel meridianlar düzbucaq 90 dərəcə bucaq altında kəsişirlər. Yəni bir düzdür. Meridianlar bir nöqtədən şaxələnir. Xeyr, bu əsasən aiddir konus proyeksiyasına. Yəni bu yanlışdır. Antarktida materikinin xəritələri bu proyeksiyada tərtib olunur. Xeyr, silindrik proyeksiya əsasən ekvator boyu ərazilər üçün, yəni tərtib olunması daha məqsədə uyğundur. Qütblər sıfır təhrifli nöqtələrdir. Xeyr, burada sıfır təhrifli xətt var, nöqtə yox və o ekvator xəttidir. Çünki silindir ekvatordan toxunur. Sonra, ekvatorialda yerləşən ölkələrin və dünyanın xəritələrinin tərtibində istifadə olunur. Bəli, bu doğrudur. Ekvatordan qütblərə doğru sahə təhrifi artır. Bəli, biz dedik ki, ekvator silindrə toxunduğu üçün orada təhrif yoxdur. Amma ekvatordan qütblərə doğru irəlilədikcə təhriflər artır. Yəni bu da doğru hesab olunur. 1, 5, 6. Bir, 5, 6 doğru variantdır. 54-cü sualda planetləri orbitləri üzrə hərəkət sürətinin azalmasına görə sıralayın. Birinci yerdə götürəcəyik Merkurini, 2, sonra yer, yəni Günəşə yaxından Günəşə uzağa doğru sıralamaq lazımdır. Daha sonra Mars, 4-cü və daha sonra Saturn olacaq. 55-ci sualda sürəti 850 km/saat olan təyyarə 8 saatdan sonra eniş etdi. Bu müddət ərzində təyyarənin getdiyi yolu xəritədə hesablamaq lazımdır və sürət verilib, zamanda verilib. Yolu tapmaq üçün sürəti zamana vurmaq lazımdır. $6800 edər. Bu oldu bizim həqiqi məsafəmiz. Və bu məsafəni 1 bölünmüş 27 milyon 200
200.000 miqyaslı xəritədə nə qədər olduğunu soruşur. Miqyasın kəmiyyətini tapaq. 5 sıfırını silirik. Demək olur 1 santimetrə 272 kilometr. Və buradan artıq biz xəritədə neçə santimetr olduğunu, bu məsafəni tapa bilərik. Demək 6800 kilometri bölürük 272-yə. Bu da 25 santimetr edər. Təbii ki, siz bunu tənasüblə də işləyə bilərsiniz. 1 santimetrə 272 kilometr götürürsünüz. X santimetrə də altından 6800 kilometr. Buradan da yenə X-i tapanda eyni belə deyək, prosesi yerinə yetirmiş olacaqsınız. 56-cı sualda konturlu şərti işarələrlə təsvir olunan obyektlər. Konturlunun ikinci adı sahəvidir. Yəni sahəsi olan obyektləri götürmək lazımdır. Bu bir meşə. Daha sonra tarla, bir də bataqlıq. Bunlar konturlu şərti işarələrdir. İkincidə bulaq, məsələn, bu miqyassız şərti işarədir. Metal körpü həmçinin miqyassız şərti işarədir. Şose yolu isə xətti şərti işarələrə aiddir. Düzgün cavabımız 1, 4, 6. 57. 57-ci sualda uyğunluğu müəyyən edin. Vizual təhlil, kartometrik təhlil və qrafik təhlil. Fiziki xəritələrdən ərazinin relyefi haqqında məlumatların əldə edilməsi. Biz bilirik ki, fiziki xəritələri biz onun altında, fiziki xəritələrin altında verilən dərinlik və ya hündürlük şkalasına əsasən, yəni adi baxaraq gözlə müəyyən etmək mümkündür. Bu da vizual təhlildir. Vizual təhlildə əsasən gözlə gördüklərimizin təsvirindən danışırıq. Ona görə A-nı götürürük vizual təhlilə. Xəritələrdə baş və xüsusi miqyasa əsasən təhrifin müəyyən edilməsi. Adətən hesablama işləri, miqyasdır, dərəcə torudur. Bunlara görə olan hesablamaları götürürük kartoqrafik təhlilə. Xəritədəki məlumatlar əsasında iqlim diaqramının qurulması. İqlim diaqramlar ümumiyyətlə qrafik təhlilə götürülür. Əhalinin yaş cins tərkibinin müəyyən edilməsi. Yaş cins tərkibini də bilirsiniz ki, piramida ilə verirlər və bu da yenə bir qrafik təhlildir. Xəritələrdə təsvir üsullarının müəyyən edilməsi. Xəritədə təsvir üsulları deyərkən keyfiyyət fonudurmu, nöqtələrdirmi, izoxətlərdirmi, hərəkət xətləridirmi, bu üsulları nəzərdə tutur və bunları biz vizual olaraq, yəni xəritəyə baxmaqla müəyyən edə bilərik. Ona görə Y variantını da götürürük vizuala. Növbəti sualımız situasiyadır. Beaufort dənizi sahilindən eyni meridian çevrəsi üzrə hərəkətə başlayan səyyah əvvəlcə 0 azimutla, sonra 180 azimutla hərəkət etmişdi, qət etmişdi. Məsafəni gəlin çəkək. Demək, Beaufort dənizi sahili 70 şimal, 130 qərb. Buradan eyni meridian çevrəsi üzrə hərəkətə başlayan səyyah 0 azimutla, sonra 180 azimutla. Deməli, ümumilikdə 7770 kilometr qət edib. Meridian üzrə hərəkət etdiyindən 7770-i bölürük meridianın bir dərəcəsinə və bunun 70 dərəcə olduğunu müəyyən edirik. Gəlin baxaq. 70 şimal endiyindən 70 dərəcə 0 azimutla hərəkət edib, sonra 180 azimutla hərəkət edib. Yəni, bu 70 dərəcənin bir qismi 0 azimutla, yəni şimala istiqamət alaraq, bir qismi isə 180 azimutla cənuba doğru istiqamət alaraq qət olunubdur. 70 şimal enliyindən biz bilirik ki, enliklərimiz 90-da bitir və 20 dərəcəmiz var. Burada 20 dərəcəmiz var. Və 50 dərəcənin 20 dərəcəsini qət etdikdən sonra qütbə çatdıq. Və qalıb 50 dərəcəmiz yerdə. 70-in daha doğrusu 20-sini getmişik, 50-si qalıb. Və qütbə çatdıqdan sonra şimal qütbünə bilirik ki, artıq bütün istiqamətlər cənuba yönəlir. Yəni 180 azimutla. Ona görə burada 180 qeyd olunubdur. Demək ki, 50 dərəcədə 90-dan digər yarımkürə ilə aşağı düşmək lazımdır. Bu da edəcək. Biraz əlini böyük çəkim. Çünki vizual olaraq doğru olmadı.
Bayaq buranı 20 göstərmişik. Buranı 50 göstərmemiz düzgün olmaz. Baxın belə. Təxminən belə. Demək 50 dərəcə biz qütbdən cənuba doğru hərəkət eləməliyik. Yəni 90-dan 50-sini çıxdım. Bura gəlib düşəcək 40 dərəcə. Yenə şimal enliyinə. Sıfıra çatmadıqca hələ də şimal enliyidir. Və uzunluğumuz necə dəyişəcək? Uzunluğumuz olacaq. Deməli 130 qərb uzunluğu ilə hərəkət etmişiksə, qütbdən digər tərəfə keçəndə artıq əks meridiana keçmiş oluruq. Yəni 130-un əksi. 130-un əksi 180-dən 130-u çıxırıq, eləyir 50 dərəcə. 50 dərəcə və qərbin də əksi edəcək şərq uzunluğu. Yəni çatdığı məntəqə artıq budur. 40 dərəcə şimal enliyi, 50 dərəcə şərq uzunluğu. Bu da belə. Bu elə 58-ci sualımızın cavabı idi. Cədvəldə qeyd edin. Məntəqənin adı, yəqin ki, çatdığımız məntəqənin adını deyir. Məntəqənin adı, sahilində yerləşdiyi su hövzəsi, məntəqədən qütb uldusunun görünmə bucağı. Demək, artıq biz çatmışıq 40 şimal enliyi, 50 şərq uzunluğu. Bu əzbərə bilirik ki, Bakının koordinatıdır. Bakı. Sahilində yerləşdiyi su hövzəsi Xəzərdir. Məntəqədən qütb uldusunun görünmə bucağı. Biz bilirik ki, qütb uldusu ancaq şimal enliklərində görsənir və hansı şimal enliyində durmuşuqsa, həmin bucaq altında da qütb ulduzunu görürük. Yəni 70 şimal enliyində dursaydıq 70 dərəcə, 40 şimal enliyində dayanmışıq deyə 40 dərəcə görünəcək. Məntəqənin yerləşdiyi paralel çevrəsinin uzunluğunu hesablayın. Məntəqəmiz yerləşdi 40 dərəcə şimal enliyində. Bunun bir dərəcəsinin uzunluğu 85,4 kilometrdir. Və bizdən nə istəyir? Çevrəsinin, paralel çevrəsinin. Çevrənin dərəcəsi nə qədərdir? 360 dərəcədir. Və bu zaman nə edirik? 85,4-ü vururuq 360-a. Bu da 30.744 kilometr edər.